Hər vaxtınız xeyir olsun, hörmətli kanal izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Bugün sizə gözəl bir 2 mərtəbə üslubda 6 qarajlı evin təqdimatındayım. Dəyərli izləyicilərimiz, təqdimata mətbəxdən başlamışam. Membran tavan hündürlüyündə mətbəx yığılıb. Təbii ki, paltar yuyan soyuducu evdən çıxacaq. 24 saat mühafizə kamerası var ki, gördüyünüz kimi quraşdırılıb. Onlar evdə qalacaq. Təbii ki, mətbəx bebinin aksesuarları içində qalır, onlar heç kim çıxartmır. Kondisionerdir, evdə qalır, kombidir, hamam aksesuarları. Digər əşyalar götürüləcək. Hal-hazırda ev sahibi, belə deyim də, əşyaları ayırıb, hamısı götürəcək. İnternetdə kimi hamısı mövcuddur. Evimizə giriş qapısı bölgü dəhliz vasitəsilə aparılıb. Bu hissədə yerləşir qonaq otağı. Gördüyünüz kimi hal-hazırda ev sahibi əşyalarını yığışdırır. Yəni ki, digər otaqlar boş olacaq. Kombi sistemlənmə kombidəndir, batarikalar təbii ki qalır. Burada yerləşir yataq otağından birincisi. Pəncərələrin hər birisinin qarşısı açıqdır, geniş işıqlı otağı var. Burada yerləşir növbəti yataq otağı və sanitar qovşaq. Dəyərli izləyicilərimiz, belə bir sanitar qovşaq var. Kupçalı evdir, dövlət ipotekasına da yararlıdır. Keçən həyətyanı sahəsinin təqdimatına yaşanmış evdir. İndi hal-hazırda evdə yaşayış yoxdur. Gördüyünüz kimi təmin edən hər bir hissəsi təchiz olunub. 6 qaraj üsulda təmin olunub, 6 otağa yararlıdır. Baxın, kombi bu hissədə quraşdırılıb. Üzü bu cümlə işlənilib ki, yağış suyu düşməsin. Həyətin trapına kimi hər birisi mövcuddur. Həyətə daxil olan avtomobil qapısı rahat şəkildə ki, maşın daxil olur. Ehtiyac su çəni, su nasosu, küçəyə baxan evdir. Həyətyanı sahəsi heç bir tərəfdən görsənmir. Gördüyünüz kimi bu cümlə üz görünüşü var. Və alt hissəsində, hörmətli izləyicilərimiz, təmir edərək 6 otaq, eyni yuxarıda gördüyünüz proyekti alt hissəsində etmək olar. Nəyə görə? 2 metr 50 santıdan yuxarı hündürlüyü var. Və bu hissələr rahat şəkildə təmir edə, biraz da torpağı götürüb aşağı verə bilərsiniz, fundamentə qədər gedə bilərsiniz. Rahat şəkildə 3 metr hündürlüyündə etmək olar. Digər hissələrdə gördüyünüz kimi qardırob bu hissədə mətbəx yaratmaq olar. Bu hissədə sanitar qovşaq üçün yer ayrılıb, bütün kameralar da həmən hissədədir. Burada əlavə olaraq bir yataq otağı da etmək olar. Yəni 6 otağa yararlı, yaxşı qiymətə təklif olunur. Bu gün bu evlərin boşu 75, 78, 80 min manata təklif olunur. Amma kombisi, mətbəx bebili, hamam aksesuarları, kondisioneri içində qalmaq şərtilə kupçalı, qapıyacan asfalt olan bu gözəl evimiz ilkin olaraq 75 min manata təklif olunur. Real müştərilərdən yaxşı endirimimiz də olacaq. Sadəcə 051 635 1797 nömrəmizdə əlaqə saxlayın. Gəlin bu evə sahib olun. İzlədiyi üçün hər birinizə təşəkkür edirəm. Kanalımıza abunə olub videoları bəyənməyi unutmayın. Əvi yerləşməli Abşeron rayonu Masazır qəsəbəsi Cantəpə ərazisində yerləşir. Qapıyacan asfalt, yeni asfalt vuruldu. Marşrut xəttinə 405 məsafədə yerləşir. İzlədiyi üçün bir daha hər birinizə təşəkkür edirəm.